Salam olsun hər kəsə. Bizdə hər gün yeməkləri qaynanam bişirir, şirniyyatları mən. Bu gün amma qaynanam evdə yox idi deyənəm. Özüm bişirdim yeməyi. Qəşəng yağ soğan elədim, biber, duzu, tomat falan, yağ qatdım. Qovurdum, biraz da xırda-xırda rəngli biberlər qatdım. Eləcə qovurdum. Sonra qaynatdığım ətləri 5 dəfə qaynatmışam. Onları əlavə elədim qəşəng yağ soğanın içinə. Suyunu da süzdüm yeməyə. Çox qəşəng, biraz da əlavə qaynar su əlavə elədim. Kartuşkalarını da əlavə elədim. O qədər dadlı, o qədər gözəl idi ki, qaynanam gəldi, yedi, bəhbəhlə. Dedi, Nona, çox super bişirmisən, çox dadlı. Yəni insanın nə olsun asan yeməkdir. İnsanın əlində gərək dad ola. O yeməyi bişirəndə sevgi ilə bişirəsən, dadlı ola, ləzzətli ola. Çox həqiqətən xoşumuza gəldi. Mən də yedim, dadlı, ləzzətli idi. İstəsəz buyurun, bişirin. Siz də bu formada biber də qatın, çox ləzzətli olur.